Bişərkən naxşı itməyən ən sadə və ən dadlı reseptlə şəkərburanın hazırlanma qaydasını paylaşıram. Bu reseptlə hazırlasanız alınmama şansı yoxdur. Qaba un və otaq temperaturunda kərə yağını əlavə edib əlimizlə umaç halına gətiririk. Xama və yumurtanın sarısını qarışdırıb çay qaşığının ucunda maya əlavə edib hazırladığımız bu qarışımı una əlavə edirik. Əlimizlə xəmiri yoğurub yarım saat soyuducuda dinləndiririk. Xəmiri 40 qram olmaqla eyni hissələrə bölüb kündələyirik. Makkaş brend səhifəsindən əldə etdiyim kündə açan aparat sayəsində kündələrimin hər birini eyni ölçüdə açıram. Şəkərbura üçün istifadə etdiyim makkaşı da Makkaş brend səhifəsindən əldə etmişəm. Kündələrin kənarlarını mütləq su ilə isladın ki, şəkərburalarınız bişərkən açılmasın. 3 çay qaşığı içlikdən əlavə edib şəkərburaların kənarlarını bağlayırıq. Daha sonra kənarlarını gətirib şəkərburanın üzərini naxışlayırıq. Şəkərburaları naxışlayarkən diqqət edin ki, naxışlarınız sıx-sıx və üzü aşağı olsun. Bu halda daha gözəl və daha incə görünəcək. 150 dərəcədə alt-üst rejimdə üzəri qızarmadan bişirməyə diqqət edin. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik.